Deməli dostlar, mən imtahan verdim sonunda. Ausbildung hələ ki bitmədi. Çünki tək bu imtahandan Ausbildung bitmir. Deməli bizim imtahan necə idi? Bizim imtahan 4 hissədən ibarət idi. Birinci, ikinci. Birinci buydu. Wirtschaft und Sozialkunde. Bu çox asan idi. Yəni heç o qədər çətinlik yox idi. İkinci budur. Erlebnis, marketing. Bu da yəni o qədər də çətin değildi. Bu ikisindən də demək olar ki, yaxşı yazmışam. Yəni hətta gözlədiyimdən çox yuxarı yazmışam. Birinci, ikinci hissə budur. Bunlar belə suallardan ibarət olur. Burada nə bilim ardıcıllığı uyğun edirsiniz və yaxud da sual verilir, bir dənə variantı seçirsiniz. Yəni bu ikisi, yəni test formasında. Ona görə də istərsəniz sualı görəndə, cavabları görəndə beyinə hansısa cavab gəlir və tez cavab verə bilirsiniz. Hətta mən bunu eləyəndə çox tez bitirmişdim. Sadəcə bunu bitirsəz belə o bir imtahanlara baxmağa icazə verilmir. Ham bir yerdə başlamalıdır, ham bir yerdə bitirməlidir. Belə bir qanun var. Belə bir yaxşı bir şey var ki, siz əgər nəyisə səhv, nəyisə düz yazmısınızsa, səhvlər heç bir düzünüzü aparmır. Və yaxud da bir sualda 2 dənə cavab varsa, birini düz, birini səhv yazsaz, sizə düzgün olan cavaba görə xal verirlər, amma səhv cavaba görə xalınızdan çıxırmır. Yəni bu iki imtahan belə idi, bu ikisi çox yaxşı idi. Sonra gəldik 3-cü və 4-cü hissəyə. Hansı ki, 3-cü hissə biraz çətin idi, yalan deyə bilmərəm, mənim üçün də çətin oldu. Həm hesablama var idi, həm də açıq suallar idi. Yəni belə test formasında olmur. Ancaq yazmalısınız. Deməli, məndə belə bir nümunə var. Burada da yazıb Steuerung, Personalwesen. Yəni bu biraz çətindir. Yəni o qədər də asan deyil. İkini də sizə göstərim. Bunu görürsünüz, belə açıq suallar olur və siz burada yazmalısınız da. Sadəcə bu sual verilir, siz də yazırsınız. Belə suallardır. Bunlar hamısı hesablamalardır. Amma ki arxalara getdikdə görürsünüz, hamısı yazılmalıdır bunların. Bunlar hamısı sadəcə bir sualdır. 6 dənəsi soruşur, nə bilim 5 dənəsi soruşur. Bunlar yazılmalıdır. Əslində mən bunu açıq heç kimə göstərə bilmərəm. Yəni mən şikayət edə bilərlər, amma ki heç olmaz, problem deyil. Bunu alanda belə bir qanun var ki, bilmirəm niyə bunu belə eləyirlər. Açıq şəkildə hər kəsə yaymaq olmaz. Çünki bunu satırlar. Siz də bunu ala bilərsiniz İHK-nın səhifəsindən. Yəni istənilən insan bunu ala bilər. Çox ucuz deyil. Onu deyim, yəni biləsiniz. Mən 12 euroya almışım təxminlərimsə. Bir dənə imtahan sualını 12 euroya almışdım. Amma axırıncıları almamışdım. Axırıncıları məktəbdən, oradan-buradan tanışlardan tapmışdım. Aralıq imtahanı deyilən bir şey var. Əslində artıq o aralıq imtahanı deyilən bir şey qalmayıb. Birinci hissə imtahanı deyilən bir şey var. Mən onun üçün almışdım. Onda 12 euro ödəmişdim bir dənəsi üçün. Çox da ucuz deyil. Amma ki belə ətrafdan falan tapmaq olur. Məktəbdə də zaten verirlər. Sizə vermirlər. Sadəcə orada işləmək üçün verirlər. Belə bir şey bizdə belə idi. Başqa məktəblərdə xəbərim yoxdur. Deməli, 3-cü hissə biraz çətin oldu. Hesablamalar yaxşıydı. Sadəcə bu açıq sualları, nə bilim, bir dənə suala 5 dənə cavab istəyir, 6 dənə cavab istəyir. Sənin də beynimə o an 6 dənə cavab gəlmirdi. Yəni 3 dənə maksimal gəlir, 4 dənə maksimal gəlir. 5-ci, 6-cı duruxsayırsan, biraz da basıb bağlayırsan. Mən məsələn biraz küfləklədim, biraz basıb bağladım. Dolu verdim ki, boş görsənməsin. O da vacibdir. Biraz da basıb bağlaya bilərsiniz. Yəni yeni şeyləri təkrar istifadə edin. Mən hələ ki nəticəni bilmirəm. Nəticədən qabaq 4-cü hissə. 4-cü hissə məktəblərdə biz imtahan kimi bir şeylər yazırıq da, bunlar bilənlər bilir. Ona oxşuyur. Orada da açıq suallardır. Hansısa bir mövzudan verirlər. Məsələn, bizdə belə bir sual vardı ki, tutalım ki, müştəri gəlib, masada əyləşib və yeməkdən şikayət edir. Siz gedirsiniz masaya və bu şikayəti həll etməlisiniz. 6 ardıcıllıq məsələn şey yazında nə etməlisiniz? Məsələn, problemi soruşmalısınız, onu dinləməlisiniz, belə şeylər yazmalısınız. Nəysə, o da asan idi, 4 də asan idi. Bir dənə 3 biraz çətin idi. Amma geri gələnlər çox da çətin değildi. Bu arada sistem gastronomida belə bir şey var ki, o bayaqlar dediyim Teil 1, yəni o aralıq imtahanı, yəni aralıq imtahan artıq çıxıb Teil 1 deyə, yəni hissə 1 deyə qalıb. Əgər siz onu keçmisinizsə və bu 2 dənə hansı mən dedim, bu yaxşı olanlar. Əgər bu 2 dənəni yazmısınızsa, yaxşı yazmısınızsa, siz Fachfrau yox, Fachkraft ola bilərsiniz. Yəni servis işçisi. Fachfrau'nun da özəlliyi odur ki, siz menecer kimi işləyə bilirsiniz. Amma düşünürəm ki, bunun həqiqətən böyük də bir önəmi yoxdur. Bir restoranda işləyən bir şəxs əgər vəzifəsini qaldıra bilirsə, özünü göstərə bilirsə, yaxşı istəyirsə, o işçinin vəzifəsini hər yanda qaldırırlar. Ən azından McDonald's-da belədir yəni. Sən istəyir hansısa nəyisə bitirmiş ol, universiteti bitirmiş ol və yaxud da Ausbildung peşə təhsilini bitirmiş ol. İstəyir heç nə bitirməmiş ol. Sən özünü göstərsənsə, yaxşı istəyirsənsə, sən istədiyin vaxt yəni vəzifəni qaldıra bilirlər. Belə bir şey var. Özünü yaxşı göstərməkdən asılıdır. Mən əgər kimsə restoran sahəsi üzrə gəlirsə, onlara məsləhət görərdim ki, 2 illik Ausbildungə gəlin. Çünki həqiqətən imtahan da çox asan olur. O qədər də çətin bir şey yoxdur. Yəni çox rahatlıqla keçmək olur da. Yəni biraz öyrənsəz, məktəbdə də biraz güc versəz, axırda da bu göstərdiyim suallar üzərində çoxlu işləsəz eləsəz, bu 2 illik keçmək çox asandır. Amma 3 illikdə biraz istərsəməz o narahatçılıq qalır içində.
O axırıncı o açıq suallarda deyirsən ki, görəsən yaxşı yazdınmı? Bir ay sonra cavablar çıxır, o qədər gözləyirsən. Amma məsələn belə bir şey olanda gəlsən bunu evdə özün də yoxlaya bilirsən. Nəm ChatGPT, Gemini, hər şeylə də yəni bunu yoxlayıb özün təxmini bilsən ki, nətərdir vəziyyət. Təbii ki, mən bunları yoxlamışam, amma ki, əsas ora yazdıqların da vacibdir. Hansısa bir sürüşdürmədə variantları səhv yaza bilərsən. Nə bilim, hər şey ola bilər, yəni həyatdır. Mən hələ ki heç bir cavabı əldə eləməmişəm. Ayın aprelin 29-u imtahanda olmuşam. İmtahanın cavabları da indi deyirlər ki, bir ay sonra çıxacaq, amma ümid edirəm ki, biraz tez çıxar. Amma böyük ehtimalla məktubda elə yazılmışdı ki, bir ay sonra, 25 maydan sonra görə bilərsiniz nəticələri internetdə. Böyük ehtimalla da elə olacaq, çünki o birisində də elə olmuşdu. Deməli, əgər kimsə imtahana hazırlaşırsa, məsləhətim odur ki, məktəbdə çalışın, öyrənin. Həqiqətən biraz məktəbdə oxuyun, çünki məktəbdə oxumaq çox köməkçi olur. Mən də məktəbdə axırıncı ili çox yaxşı oxudum. Yəni ondan əvvəlki illəri o qədər də belə bomba oxumamışdım. Oxumuşdum, amma ki, istədiyim kimi yox. Amma bu axırıncı ili mən çox yaxşı oxudum. Onun da həqiqətən böyük təsiri oldu. Çünki bu 3-cü imtahan dediyim, hansı ki yazılı, hər şey demək olar ki, bu axırıncı ildən düşür. Amma birinci imtahanda demək olar ki, politikadan, bir də ki, ATÜBİN qanunlarından düşür. İkinci imtahanda gastronomiya aid şeylərdir. Bir də marketinqdə o qədər də çətin deyil. Yəni biraz oxuyan insan onları keçə bilər. Bəs yaxşı, Ausbildung nə vaxt bitir rəsmi olaraq? Rəsmi olaraq mənim iyulda praktiki imtahanım var. Bu praktiki imtahan dediyimdə 10 dəqiqəlik, yəni belə danışıq imtahanıdır. Yəni mən orada heç nə hazırlamayacağam, heç nə göstərməyəcəm, sadəcə 10 dəqiqə danışacağam. Bu axırıncı 10 dəqiqəlik danışıqda da məsələn bu 4-cü hissə dediyim var. Oraya yazdığım şeylərdən oradan da sual verə bilər. İndi ona oxşar da sual verə bilər. Yəni də onun hansısa bir qanundan da sual verə bilər. Hə, maksimal 10 dəqiqəlik danışıq olur. 10 dəqiqədən o yana 1 dəqiqə belə keçmir. Yəni özləri belə onu keçirtmirlər. Orada vaxt qoyurlar. Zaten 10 dəqiqə olsa deyirlər ki, çıxa bilərsən. Yəni deyilənlərə görə köhnə imtahan verənlərdən eşitmişəm. Yəni belə olur. Sonra çıxırsınız. Onlar nəsə danışırlar. Sonra tezdən sizi çağırırlar. Deyirlər ki, keçdiniz yoxsa keçmədiniz. Həmin gün sizə kağızı verirlər. Keçmisiniz yoxsa keçməmisiniz. Həmin gün siz cavabı aldınız ki, siz imtahanı keçdiniz. Sabahdan etibarən siz ATÜBİ deyilsiniz. Sabahdan etibarən İndi şefinizlə anlaşa bilərsiniz, yaxud da anlaşmaya bilərsiniz, əvvəlcədən filtraq bağlaya bilərsiniz. Bu artıq sizin öz işinizdir. Sizi heç kim ATÜBİ kimi işlədə bilməz. Çünki artıq sizin müqaviləniz bitmiş olur. Fərqi yoxdur, müqavilənizdə hansı tarix yazır. Tutam ki, mənim müqaviləmdə yazılıb avqustun 31-i. Amma mənim iyulun əvvəli praktiki imtahanım olacaq. Və əgər bu yazılımları hamısını yaxşı yazmışamsa, demək olar ki, imtahanı keçmiş kimi sayılıram. Amma iyulun əvvəlinə kimi bu praktiki imtahana girməyənə kimi, o kağızı almayana kimi mən hələ ki ATÜBİyəm. Amma o imtahana girdim və o kağızı aldım. Mən artıq sabahdan etibarən ATÜBİ deyiləm. Ya şeflə müqavilə bağlamalıyam, ya da ki deyirəm ki, sizin ki sizdə, mən ki məndə, mən getdim. Sadəcə sağollaşıram, orada olan sənədlərimi götürürəm və bitdi. Yəni imtahanın apreldə axırında olması, sonradan 2 ay gözləmək biraz həqiqətən çox vaxtdır. Amma neyək? Zaten bizim müqaviləmiz avqustun axırına kimidir, yəni ona görə də belədir. Amma iyulun əvvəli dediyim kimi, əgər imtahan yaxşı keçsə, artıq biz ATÜBİ olmuruq. Ümid edirəm ki, sizə ATÜBİ olmadığım videonu tezliklə paylaşaram. Mənim də ürəyim rahatlayar və artıq normal işləyib pul qazana bilərəm. Mən necə imtahana hazırlaşdım? Mən deməli işdən bir həftə, yəni imtahandan bir həftə qabaq tətil götürdüm. Rəsmi öz tətilimi götürdüm. Dedim ki, mən imtahana hazırlaşacağam. Mən zaten amma imtahandan əvvəl, yanvarın əvvəlindən bu testləri işləməyə başlamışdım. Belə də həftədə bir dənə, belə həftədə nə bilim 2 dənə beləncə işləyirdim özüm üçün. Yavaş-yavaş da, yəni özümü çox da zorlamırdım. Artıq o sonuncu həftədə, hansı ki bu işlədiyim imtahanların, sualların hamısını başladım təzədən işləməyə. İlk növbədə göstərmək istəyirəm ki, bunun içində məktəbdə keçdiklərimiz, hamısı burada olmasa da bəzilərini çölə çıxarmışam oxumaq üçün, bəziləri içəridə qalıb. Mən bunları sifariş eləmişdim. Amma belə deyim ki, heç bir yəni işə yaramadı. İkisi də apart-pulladır. Yəni belə bir şey almayın. Bu ikisinə mən 46 euro pul vermişdim. Yəni dəymir. Beləsinə kartlardır içində. Göstərim sizə belə bir dənə nümunə kimi. Yəni işə yaramır çox da. Belə kartlardır, suallarla belə cavab verirsiniz. Apart-pulla bunlar işə yaramır. Bunlar köhnə imtahan suallarıdır. Burada da yazılır. Burada bütün köhnə imtahan suallarıdır. 2022. Nə bilim hələ başqaları da var. Çoxdur, yəni 2019, 2021, 2017. Yəni mən tapa bildiklərim bunlar idi. Belə bir kitab var. Mən qox deyiləm, amma ki bunun içində burada qanunlar var. Yəni bunlar hamısı imtahanda düşən şeylərdir. Yəni bunları oxusaz çox köməkçi olur, yəni təkrarlamaq üçün. Əsas da bunlardır. Əsas hansı ki bu köhnə imtahan sualları, əsas lazım olanlar budur. Bu da ki bu 2026-cı ildir, hansı ki mənim imtahan verdiyim. Bu da 2026'dır. Bu arada mən hər dəfə yazırdım. Hansısa sualı bilməyəndə, o mövzu haqqını bilməyəndə mövzunun adını yazırdım və mövzuya aid belə 5-6 cümlə ilə də o mövzunu belə kaplayacaq əsas şeyləri öyrənirdim ki,
o mövzudan sual düşsə, hazır bilim ki, yəni bu mövzudur və buradan ancaq bu suallar düşə bilər. Əsas şeylərdir. Yəni durub onun tam dərinliklərinə girmirdim. Çünki həqiqətən də o qədər də dərinliklərdən sual vermirlər. Yəni üstü örtülü belə çox da rahat suallar verirlər. Yəni əgər imtahan verəcək olanlar varsa, yəni mən belə hazırlaşdım. İndi imtahanın cavablarını çıxanda da sizlərlə bölüşərəm. Görək mənim metodum necə yarayıb, ümumiyyətlə bəlkə də yaramayıb. Bunu da mayın 25-dən sonra biləcəyik. Deməli, yəni çoxdan video paylaşmıram. Buna görə video paylaşa bilmirdim. Çünki o qədər də vaxtım olmurdu. İmtahana hazırlaşırdım. Çünki imtahan bilirsiniz ki, hər kəs üçün daha çox vacibdir. Nəinki video ya da ki, başqa nəsə. Nəysə belə, ümid edirəm ki, cavablar çıxar. Bu arada böyük ehtimalla çoxları bu il imtahan verdi. Əgər videonu görənlər varsa imtahan verənlərdən aşağı yaza bilər. Onlar üçün necə keçdi. Özümə uğurlar arzulayıram. Baxanlara təşəkkür edirəm. Məni izləməyi, video bəyənsəz sevinərik. Yaddan çıxarmayın. Sağ olun.